Naxçıvan Beynəlxalq Hava Limanında sərnişinlərin dəyərli əşyalarının oğurlanmasının təfərrüatı bəlli olub. Teleqrafın əldə etdiyi məlumata görə hadisə bu il 3, 13 və 17 avqust tarixlərində gerçəkləşən Naxçıvan-Bakı reysləri zamanı baş verib. Cinayət hadisəsində isə aeroportun daşınmalarının təşkili və koordinasiyası xidmətində yükvuran kimi çalışan 1997-ci il təvəllüdlü Hüseyn Həmzəyev və 2005-ci il təvəllüdlü Seyid Kərimli törədib. Qabaqcadan əlbir olan şəxslər Naxçıvan aeroportunda baqaj yüklərinin təyyarəyə daşınması zamanı qanunsuz olaraq çantalara baxış keçirib və qızıl zinət əşyalarını mənimsəyiblər. Oğurluq əməli törədən şəxslərin əsasən qadın çantalarına və sərnişinlərin çatdıqları yerdə açılmasından şübhələnməmələri üçün bağlaması zəif olan baqajlara baxdıqlarını müəyyən edilib. Balakən Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi kompleks əməliyyat axtarışı və gömrük nəzarəti tədbirləri nəticəsində güllü miqdarda dərman və tibbi vasitələrin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb. Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Mazımqara Gömrük postunda Türkiyədən Azərbaycana günəbaxan yağı yükü gətirən nəqliyyat vasitəsinə stasionar rentgen qurğusu vasitəsilə baxış keçirilib və monitorda şübhəli təsvirlər müşahidə olunduğundan yükə gömrük yoxlaması tətbiq edilib. Yoxlama zamanı gömrük orqanına bəyan edilməyən 83.000 ədəd dərman və tibbi vasitələr aşkar olunub. Faktla bağlı araşdırma aparılır.